Hello sevgili abunəçilərim, nətərsiniz? En sevdiğim tortları sıralayacağım. Hadi bakalım başlayalım. Tam vaxtın, tam istediğim kimi oruçlu canım çəkdi. Tabii ki bir. Çok seviyorum. Ay bu da qəşəngdir. Toyuq əti və kartuşka süperdir. En sevdiğim yemək təbii ki kartuşka və toyuqdur. Fakat bunu tort formasında eləmə məncə biraz dəlilik işidir. 6'ya qoyuram. Bu nədir? Gecə və gündüz tortu. Gecə və gündüz tortunu nə vaxtsa eləyərəm. Çoxu bilir yəqin. Sevirəm, xoşuma gəlir. Nə bilim. 5'e qoyuram. Sevdiyim üçün. Qərarsız qalmışdım amma. Bu da çılgınlıq, yəni dəli dolu insana, mənim kimi insanlara eləyər sadəcə. Çox sevirəm. Həm dondurma, həm tort və süperdir. Onun içində içi. Yəni bu tortu öz zövqümə görə sıralayıram. Yəni videomun altında xahiş edirəm belə pis sözlə yazmayın. Bu nə seçimdir, nə bilim nə. Elə yazmayın. Çünki bu mənim zövqümə görə sıralayıram. Nəsə, vişnə, bizdə cilanar deyilir. Bakı və başqa yerdə Gəncəlilər cilas deyirlər vişnəyə. Sevmirəm, 7. Gəncəldə gəzməyə getmişdim. Onun üçün bilirəm ki, yəni vişnəyə onlar cilas deyirlər. Cilasa da Dədə Baba cilası deyirlər. Nəsə, bu da qəşəngdir. Çox sevirəm. Ay, mən sevdiyim tortların niyəsə gəlir. Bunu yeməmişəm, fəqət üstündəki belə, bölündəki şokoladlı oxşayan belə uzun çubuqlu ellər ya tortun bölündə. Onu yemişdim, çox sevirəm. Onun üçün də 3. Ayda, bu nədir? 5 yaşında uşaq eləyib bu tortu. Allah ağır getməsəm o bu tort nə tortudur? Sevmədim. Bu nədir? Sadə bir tort. Sevmirəm. 9. Bakayım. Bu da qəşəngdir, amma çox belə şey deyil. 4'e aiddir. 8'e qoyuram təəssüf ki. 4'e nə gələcək? Utanmırsınız bunu belə 4'e. Bilsədim bunu 8'e qoyardım. Pulu sevirəm, çox sevirəm pulu. Pula aşığam. Amma bu toyuq da xoşuma gəlir. Amma bu ayıbdır ağı. Neyse. Oruçluk vaxtında tortu sıraladım. Siz de videomu beğenmeyi, bir video paylaşmayı ve kanalıma abone olmayı unutmayın. Özünüze yaxşı baxın. Bye bye.